Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Bu gün sizlərə həyat bilgisi 2-ci sinif dərs 25-i, yəni sonuncu dərsin izahını verəcəm. Bununla da dərslərimiz bitir 2-ci sinifdən. Qənaət mövzusudur uşaqlar. Gəlin ətraflı danışaq görək bu qənaət nə olan şeydir. Ana, işığı söndürüb gəlirəm. Anası isə ona baxır. Sən ana. Nə üçün istifadə etmədikdə işığı söndürmək lazımdır? Uşaqlar, işıq bir elektrik mənbəyidir. Yəni tükənən mənbədir. Yəni bir zaman sonra, bir müddət sonra işıq deyilən bir şey olmayacaq. Başa düşürsünüz? Mövzu budur. Ona görə də eyni zamanda həm gələcək nəsillərə bu elektrik enerjisini enerji olaraq buraxmaq, növbəti nəslə də saxlamaq, eyni zamanda uşaqlar bu əlavə pul xərcinə, kommunal xərclərin əlavə olaraq çox yazılmasına gətirib çıxardır ki, bu da düzgün bir şey deyil. Yəni onda da hər ay 1 manat, 2 manat, 3 manat civarı daha çox xərcimiz çıxır. Təbii ki, bu da bizə ziyandır. Həmin 3 manat əvəzinə həm daha yaxşı bir şey ala bilərik, həm də o boş yerə sərf etdiyimiz enerjini də gələcək nəsillərə ötürmüş olarıq. Aha, müzakirə. Yox, uşaqlar, burada bu hissədə müzakirəyə baxırıq. Başqa nəyə qənaət etmək lazımdır? Siz cib xərcliyinizi necə istifadə edirsiniz? Cib xərcliyiniz. Gəlin baxaq uşaqlar. Başqa nəyə qənaət etmək lazımdır? Burada görürük ki, biri dəftəri cırır, biri qələmi qırır, biri də kitabı cırır. Gəlin baxaq. Uşaqlar, kitabdır, qələmdir və dəftərdir. Bunlar ağacdan hazırlanan materiallardır və ağacın kəsilməsi zamanı emal olunan bir emalın nəticəsində ortaya çıxan bir əşyalardır. Yəni nə qədər ki biz dəftər, qələm, kitab cırıb kənara atsaq, düzgün istifadə etməsək, boş yerlər qoysaq, bu bir eyni zamanda bir o qədər ağacın kəsilməsinə gətirib çıxardır ki, bu da planetimizin ağciyərləri adlanan meşələrimizin və ağaclarımızın sürətli zəifləməsinə və oksigenin dünya ehtiyatı səviyyəsində azalmasına gətirib çıxardır. Bu da ziyanlı bir şeydir uşaqlar. Təsəvvür eləyin, bir nəfərin eyni anda 200 min, 1 milyon insan bunu eləsə gör nə qədər ziyan vermiş oluruq. Ki, bu da çox böyük bir məbləğdir, böyük bir göstəricidir. Siz cib xərcliyinizi necə istifadə edirsiniz? Mən balaca vaxtda olduqda cib xərcliyimi düzgün istifadə edim. Ac idimsə gedib bir şey alırdım. Yox, ac deyildimsə bir şeylər almırdım. Amma nəzərə alaq ki, yəni məktəbdə həqiqətən bir şey alıb yemək lazımdır uşaqlar. Çünki mən artıq saat 11-dən sonra başım hərlənirdi və nəticə olaraq mütləq bir bulka və yaxud bir digər qida mənbəyi ola biləcək. Təbii ki, burada söhbət sağlam qidadan gedir, sağlam qidalanmadan gedir. Bir şeylər alıb yeyə bilərdim, yeyirdim. Çünki ehtiyac yaranırdı. Sonra bunu da bitirdik. Gəlin keçid alaq bu hissəyə. Tapşırıq. Ailələrin kommunal xərclərinə münasibət bildirin. Çox mərtəbəli binada 2 ailə yaşayır. Deməli, bəli. Bu ailələrdən bir dəqiqə uşaqlar. Bu ailələrin hər ikisində valideynlər və 2 məktəbli uşaq var. Onların otaqlarının sayı da eynidir. Ailələr şərait eyni olsa da onların kommunal xərcləri fərqli olur. Birinci ailə hər ay təxminən 12 manat su, 18 manat işıq, 20 manat qaz pulu ödəyir. Yəni toplam 50 manat ödəyir. İkinci ailə isə 22 manat suya, 27 manat işığa, 20 manat isə qaza ödəniş edir. Burada isə 69 manat pul elədir. Hansı ailə kommunal xərclərə daha çox qənaət edir? Birinci ailə daha çox qənaət edir, çünki daha az xərcləyir və minimal ehtiyata endirir. İkinci ailə qənaət etmək üçün nə tövsiyə edərdiniz?
Televizora və yaxud internet resurslarından az istifadə, yəni lazımınca istifadə, eyni zamanda duşdur və yaxud belə deyim, su, hamam və yaxud belə deyim, mətbəx qablarını daha düzgün, effektiv şəkildə yumalarını məsləhət görürəm. Bunu həm də gülərək deyirəm. Yəni həddindən artıq boş yerə su xərclənməməsi üçün gedir bu söhbət. Eyni zamanda qazları da əslində nisbətən azalda bilərlər. Çünki bina evində qaz olmur, ataplena olur uşaqlar və qazdan da daha çox yemək bişirmək üçün istifadə edirlər. Ki 20 manat məncə olduqca böyük bir məbləğdir. Yəni nisbətən daha da azalda bilərlər. Belə. Dəftərinizdə nümunəyə uyğun cədvəl çəkin. Bugünkü cib xərcinizdə cədvəldə göstərilən hansıları almağı vacib hesab edirsiniz? Pulun məbləği mən 6-7 il öncə aparırdım. Yəni 7-8 il öncə mən oxuyurdum. Onda da 50 qəpik civarı idi. Yəni 50 qəpiyə maksimum yemək ala bilirdim. Heç kimə hədiyyə almırdım. Çünki niyə alım? Yəni özümə alırdım ən çox. Bir şeylər eləyirdim təbii ki. Oyuncaq qətiyyən balaca uşaq deyildim. Artıq 9-cu, 8-ci sinifdə oxuyurdum o vaxtı. Amma indi 1-ci, 2-ci sinifdə olduğum zamanlar yenə oyuncaq almırdım. Marağım yox idi elə bir şeylərə. Məktəb ləvazimatı, ruçka, qələm, bəli. Mən də çox o flomasterlər alırdım. Həddindən artıq çox bəyənirdim. Çünki rəsm çəkməyi sevirdim onun üçün. Yemək və məktəb ləvazimatı ancaq bu ikisini alırdım. Özünüzü yoxlayın. Sudan, elektrikdən necə istifadə etmək lazımdır? Az qənaətlə istifadə etmək lazımdır. Lazımınca. Yəni mənə 1 litr su ilə mən qabları yuya bilirəmsə, bu mənə kifayət edir. 10 litrə ehtiyac yoxdur. Əlavə xərc və əlavə resursun tükənməsi deməkdir. Bu da düzgün bir şey deyil. Cib xərcliyinizdən necə istifadə etmək sərfəlidir? Ehtiyac yarandıqda istifadə etmək. Yəni mən acımışamsa mütləq yemək yeməliyəm. Çünki məktəbdə ən azı 5-6 saat arası, hətta bəzən 7 saat arası dərs keçirilir ki, bu da düzgün bir şey deyil. Yəni nə düzgün bir şey deyil uşaqlar? Yəni orada yemək yeməmək, ac qalmaq çətin bir şeydir. Həm də fiziki olaraq da, zehni olaraq da orada yoruluruq. Ona görə mütləq bir şey alıb yeməliyik. Bəli uşaqlar, bugünlük bu qədər. Mən sizinlə bugün 2-ci sinifi bitirdim. İnşallah ki, mən sizə həqiqətən də bir şeylər izah eləmiş ola bilərəm, bir şeylər öyrətmiş ola bilərəm uşaqlar. Yolunuz açıq olsun, gələn il. İnşallah ki, görüşərik. Yenə bu kanalda, yenə dərs videoları, yarışmalar, testlər, KSG-lər, BSG-lər, əyləncələr, oyunlar və s. Hamısı bu kanalda olacaq. Özünüzə müğayət olun. Hələlik.